Qələbə münasibətilə oyun barədə, qələbə barədə fikirlərinizi eşidək. Əlbəttə ilk öncə azarkeşlərə təşəkkür eləyirəm. Yəni maraqlı oyun izlədilər. Bilirdik, oyundan qabaq da demişdik ki, rəqib yaxşı rəqibdir. İlk hissədə o qədər də belə deyək, ilk dəqiqələrdən yaxşı başlamadıq. Bəlkə də futbolçularımız bu 3 gündən biraz bəzi futbolçularımızın yorğunçuluğu büruzə verdi. Bu da bizim üçün bir belə deyək, bu yolu keçməliyik. Amma ikinci hissə dəyişiklikdən sonra komanda həqiqətən xarakter göstərdi. Bəlkə də epizodumuz da oldu. Rəqibin də standart vəziyyətdən epizod oldu. Ümumən maraqlı oyun oldu. Xarakterli komandaydı. Belə komandalarla mübarizə aparmaq xeyrimizə olacaq inşallah. Ümumiyyətlə biz Avrokuboklarda da görmüşük ki, komandalarımız biraz penalti seriyalarında o qədər da uğurlu olmurlar. Milli komandamızda da ilk dəfə idi belə bir hal yaşandı. Əvvəlcədən hazırlaşmışdınızmı? Nə düşünürdünüz penalti seriyası barəsində? Yox, 11 metrəyə belə sırf hazırlaşmırdıq, amma məşqin sonunda futbolçular özlərini yoxlayırdılar. Nəyə görə sevindim? Həmişə Avroliqalarda, oyunlarda yerli futbolçular 11 metrələri qaçırdırdı və hərdən belə fikir olurdu ki, yerli futbolçular 11 metrələri yerinə yetirmir. Amma bugün yerli futbolçularla bunu qazandıq, sevinirəm. Və bu turnir ümumiyyətlə milli komandamıza nə qatdı sizin fikrinizcə? Əlbəttə, yəni bu FIFA'nın təyin elədiyi turnirdir. Bilirsiniz, bəzi qitələr ölkələri bir-biri ilə oyun keçirilir. Evdə oynadıq azarkeşlərin qarşısında. Bilirik ki, Millətlər Liqası gəlir. Bu bizim üçün bəzi futbolçular, yeni futbolçuları gördük burada. Bir çox epizodlar oldu ki, hansı ki bizə gələcəkdə kömək eləyəcək. Təşəkkür edirəm sizə və komandanıza növbəti oyunlarda uğurlar.